Niyə buradayam? Yenidən başlamaq lazımdır. Özümü biləndən elə harasa köçürəm. Vurnuxuram aid yer tapmaq üçün. Hər dəfə doğmalığımı biraz da itirib uzaqlaşıram. Yaşadıqlarıma refleksim idi əslində. Səsimi yüksəltdiyim meydanları itirmək, həyatımıza sahib çıxmaq iradəm, sevgi, ümid, itirdiyimiz yoldaşlar, evdən zorla geyinirdikləri qırmızı kofta, komfort zonalarımı geridə qoymaq. Hamımız bir kişidən qaçmırıq onsuz. Bu qaçış fərdi basıqlardan daha çox subyektin varlığını heçə sayan totalitar və patriarxal sistemin təzahüründən xilas olmaq cəhdimizdir. Bəs hara tələsirik, niyə köçürük? Suallarımı yadlaşmaqdan qaçan, Avropada yeni bir ritmlə yaşamağı, həyatını yenidən qurmaq cəsarətini seçən icma yoldaşlarıma vermişəm. Bu, həm də onların doğmalıq, aidiyyət və davam eləmə iradəsinin yaddaşıdır. Her şey ettim ki Azərbaycandan daha tez müddətdə uzaqlaşım. Yoksa qalsaydım, ola bilsin ki beni öldürmüşdülər. Ola bilsin ki ben bilmirdim harda olardım, ne olardı hayatım. Yani onu bilirəm ki ben heç vaxt xoşbəxt olmazdım Azərbaycanda. Çok dəhşətli bir hayat yaşayardım. Öz oryantasiyamı gerek içimde öldürerdim. Özümü gerek hetero kimi göstererdim her yerde. Bu bir bədbəxt hayat olardı. İllər əvvəl Babi haqqında eşitmişdim. Fransada bir dənə sənətçi var, Azərbaycanlı və queerdir. Parisə köçəndən sonra özü ilə tanış olmaq imkanım olub. Maraqlı emalatxanası var. Qarşıdan gələn sərgisinin həyəcanı ilə işlərini hələ ki tam göstərmək istəməsə də hekayəsini bölüşməyə maraqlıdır. Mən Babi Bədalov 1959-cu ildə doğulmuşam, Lerik rayonunda. Uzun illər Rusiyada yaşamışam, Amerikada yaşamışam, İngiltərədə də yaşamışam. Sonra hayatım elə getirdi ki ben Azərbaycana qayıtmalı oldum 2000-ci ildə. Azərbaycanda qayıdarkən hayatım çok değişti. Bazı şəxsi hayatım için təhlükələr yarandı. O yüzden ben karara geldim ki Azərbaycandan uzaqlaşmaq lazım tez bir müddətdə. Əvvəl İngiltərəyə getdim. Çox naiv idim. Elə bildim gələcəm, deyəcəm mən homoseksual, Azərbaycanda homofobiya. Mənə həmən verəcək, oturma izni verəcəklər. Ama çünkü bilmirdim bu yani oturma izni almak için yani sübut lazımdı. Hayatın tehlikede olmasını sənədlə göstermelisin. Şifai danışmaqla oturma vermirlər. Onda elə olarsa herkes gələr deyər mən homoseksualım. Yani belə olmur. Naiv idim. Sonra bana yok dediler, deportladılar. 2 gün Bakıda kaldım, yine geldim. Bu uzun bir söhbətdir, bunu indi demeyeceğim. Fransa'da oturmaq başvurdum. Fransa'da bildiler ki ben tanınmış rəssamım. Ümidim çok idi. Mənə çok kömək ederdilər, burada yaşayanlar. Oturma aldım artık 8 yıl, 9 yıldır Fransa vatandaşıyım. Azərbaycan pasportu yoxumdu, istərdim olsun. Çünkü Azərbaycan mənim vətənimdir.
benim köküm oradadır. Azərbaycanda olmuşam. Sen hiç vaxt deyə bilməzsən ki, sen Azərbaycanlı değilsin. Çünkü bir sənətkar kimi, bir rəssam kimi, yani mənim gördüğüm bizim incəsənət, bizim eşitdiyim musiqi səsləri, onlar mənim yaddaşımda dərin izləri var, kök atıb. Bu mənim kültür kimliyimdir. Avropadakı queer mühitin mühüm bir nöqtəsi də Amsterdamdır. Zeydlə məhz bu şəhərdə Avropaya köçdükdən sonra tanış olmuşuq. Zeyd trans kişidir. Onun hekayəsinin arxasında bədəninin, adının və varlığının üzərindəki baskıdan xilas olmaq istəyi olub. Bugün şəhərin ən köhnə gey klublarından birində təşkil olunacaq yığıncaq üçün milli yeməklər hazırlayır. Eyni şəhərdə olmaq fürsətindən istifadə edib söhbətləşmək üçün qonaq gəlmişəm. Nə bişirirsən Zeyd? Səbzi qovurma. Mən Zeyd, Azərbaycanlıyam. Hal-hazırda Amsterdamda yaşayıram. Artıq 4 ildir, artıq 5-ci ilin içindədir ki, Niderlanddayam. 4 ilim tamam olub. Oturum iznimi almışam axır ki. Belə, Azərbaycanda istəyib eləyə bilmədiyim bəzi şeylərə buradan nail oldum. Məsəl üçün adımı dəyişmək, kimliyimdə cinsiyyət, gender mark nədir Azərbaycanda? Cins xaması. Cins xamasını dəyişmək kimi şeylərə burada nail oldum. Belə. İlk protestom ailəmə qarşı elə saçımı kəsməkdən başladı. Ondan sonra gördüm ki, bu mənə yaxşı hiss elətdirir və 26 il bir cəmiyyət, bir ailə üçün nə qədər yəni maska taxmaq olar? 26 il məncə bəs elədi mənim üçün. 26 ilin sonunda, yəni o mənim üçün son damlaydı ki, mən bundan sonra özümü necə istəyirəm, necə görmək istəyirəmsə elə yaşamaq istəyirəm. Bu da səbəb oldu ki, Azərbaycandan çıxdım. Məcburi evlilik söhbəti bizim evdə ən birinci mən universitetə qəbul olmayanda başlamışdı ki, bəs universitetə qəbul olmadansa sən daha bizə lazım deyilsən, artıq yüksən, evdən çıx get. Yəni belə idi söhbət. Evdə davalar, üzvə makyaj elə, bəlkə kimsə səni bəyənər, alar falan. Sonra əlbəttə ki, universitetdə başladım, universitetə getdim, bitirdim universiteti də, amma bir müddət ailədən uzaq qalandan sonra artıq ailəyə geri qayıtmaq mümkün olmur. Çünki o azadlığı bir dəfə dadandan sonra, bir də təzədən o qəfəsə geri girmək istəmirsən. Mən də bildim ki, təzədən yenə o söhbətlər başlayacaq. Çünki qulağıma gəlirdi söhbətlər, ata eşitdirirdi ki, filan dostum sorur ki, bəs bəlkə quda olaq və yaxud da qardaşım gəlir deyir ki, bəs düzəməlli apar da, gedən gələnmədi ki, bu sənin qardaşındır, yoxsa bacın. Yəni, belə şeylər damla-damla yığıldı. Gördüm ki, yox, mən bu insanlarla bacara bilməyəcəm. Yəni, axırı ya zoraki evliliyə gedir. Çünki niyəsə bizim millət hər bir bədbəxtliyin çözümünü onda bilir ki, hə, evlən düzələcək, evlən xoşbəxt olasan. Mən bilirdim ki, mən xoşbəxt olmayacam. Elə bayaq bəhs elədiyim həmin klubda anonim qalmaq istəyən bir qızla tanış olmuşduq. İkimiz də Azərbaycanlı olduğumuzu öyrənəndə təəccüblü şəkildə sevindik. O, transfob ailəsinin təhdidlərindən, fiziki və mənəvi təhlükələrdən qaçaraq bu şəhərə sığınıb. Ailəsi ilə münasibətlərində həmişə kəskin sərhədlər saxlamaq məcburiyyətinə qalıb. Bir gün artıq elə oldu ki, bir həddə gəldim, çatdım ki, artıq qərar aldım ki, mən bu bədəndə, öz bədənimdə yaşaya bilmirəm. Mən kişi olaraq da olmuşam, amma özümü həmişə qadın kimi hiss eləyirdim, xanım kimi, qız kimi hiss eləyirdim. Və ona görə də mən qərar aldım ki, mən artıq Azərbaycandan köçməliyəm və gəldim, üz tutdum Hollandiyaya. Düzdür, gələndə çox çətin idi, mənəvi, maddi mənəvi, hər mənada çox çətin idi, amma indi hal-hazırda yəni çox xoşbəxtəm və fikirləşirəm ki,
nə yaxşı ki də bu qərarı vermişəm, çıxmışam. Mən Bakı şəhərinin aşiqi idim, çox sevirdim. Bura gələndə təbii ki, ilk dəfə depressiyadaydım, ağlayırdım, hamı kimi çətin bir dönəmlərdən keçdim də. Amma bir ölkə ki, səni burada qoruyur, hər kəs sənə sənin olduğun kimi qəbul edir, səni sevir, hətta səninlə fəxr edirlərsə, təbii ki, necə ola bilər? Bu artıq bir müddətdən sonra sənin bu gəlmə olduğumuz ölkə olur artıq bizim doğma vətənimiz. Vətən o yerdir ki, harada ki, səni sevirlər, qəbul edirlər və kimliyindən asılı olmayaraq səni qoruyurlar. Azərbaycanda münasibətim olub, elə münasibətim də məhz diskriminasiya üzərindən bitib. Çünki sevgilim belə hətta, yəni mənim artıq çox qız kimi oluram və çöldə çox yandırırsan deyə belə bu baskılar altında təbii ki, məndən ayrıldı, məndən münasibəti bitirdi. Biz uzun müddət bir yerdə yaşamışıq. Təbii ki, bunu professional şəkildə gizlətməyə çalışmışıq. Elə bil ki, queerlər yox idi Azərbaycanda. Amsterdamdakı digər bir dostum isə Sabinadır. Köçün zaman və adaptasiya ölçüsünü anlamaq baxımından onun fikirlərini eşitmək maraqlıdır. Mənim Azərbaycanda qız xoşuma gələndə mən özümə dedim ki, bu normal deyil. Sənə gərək oğlan xoşuna gəlməlidir. Mən onu həmişə başımdan çıxardırdım ki, yox, heç kəsə demə, çünki o normal deyil. Mən bura gələndən sonra çox ayrı başqa Azərbaycanlıları görəndə ki, onlarda biseksuallar da var, homoseksuallar da var, lezbiyanlar da var, translar da var. Mən başa düşdüm ki, mən tək deyiləm. O da mənə biraz motivasiya verdi ki, mən tək deyiləm. Mən öz hissiyatlarımı qarşı gedib süni şəkildə qadınla yaşayımı yox. Homoseksuallıq xəstəlik deyil. Being out of the closet is not about the queer people. Məncə çox düzdür. Ona görə tək queer community-nin yox ki, queer community əlbəttə ki, ilkdir. Hər kəsin istədiyi kimi yaşayacağı bir həyat arzu edirəm hər kəsə. Queer insanlar həmişə var, olub, olacaq. Biz çox güclüyük. Biz həmişə qalib gələcəyik. Hər nə müharibə olursa olsun, hər nə savaş olursa olsun, biz bu savaşdan çıxacağıq. Mən həmişə burada immigrant qalacağam. Mən heç vaxt Holland olmayacağam. Amma Azərbaycana da gələndə mən heç vaxt Azərbaycanlı olmayacağam. Mən elə bil ki, iki evindən arasında qalmışam.